Şəkər müəllim heyətindən danışmaq istədim. Elə bizim Şərafət müəllimə Bərdədən gəlib, neçə ildir bitkiçiliyi üzrə istehsalat təlim ustasını işləyir. Bizim Rafət müəllimə 30 neçə il təcrübəli bir müəllimdir. Tələbələrin sevimlisidir, belə deyək. Bəli, bizim tələbələr də çox intelligent insanlardılar, intelligent. Sonra onlarla yanaşı bizdə baza modulları dərslər keçirilir, sahibkarlıqdır, ingilis dilidir, keçirilir, bəli. Yəni tələbələrin tək ixtisas yönümlü yox, ümumi dünya etika dərs keçirir. Ondan keçirilir. Bəli, Etika dərsləri. Peşə etikasıdır, şəxsi karyera və inkişaf dərsləri keçirilir. Yəni bizi elə belə məktəb Yox, yox, deyərdim ki, bir uzun illər bundan öncə, yəni tam dürüst deyim, yəni uzun illər bundan öncə, yəni peşə məktəbi deyəndə sadəcə peşə Təhsilə. Amma bugün yəni peşə məktəbinin saytına girib baxanda və yaxud yəni bunu araşdıranda peşə məktəbi demək olar ki, başqa məktəblərdən geri qalmır. Uğurlarınız davamlı olsun.